Kanal izləyiciləri, mən Günel müəlliməm. Bugün sizlərlə yenə də belə bir blok sualının izahını bölüşmək istəyirəm. Hansı ki, DİM-in test kitabçasının içərisindən götürülmə bir sualdır, amma həqiqətən də suala baxdıqda görəcəksiniz, maraqlı sualdır. Deməli, verilən belə bir düzbucaqlı paralelipiped var uşaqlar. Düzbucaqlı paralelipipeddə o MN parçasını görürsünüz. M və N nöqtələri isə diaqonalların kəsişmə nöqtəsidir. Görək onların diaqonalların kəsişmə nöqtəsi olmağının nə önəmi var? Deməli, diaqonalların kəsişmə nöqtəsi də AB-miz 3-dür. AB-mizin 3 olmağı nə anlama gəlir? Bura 3-dürsə, burada 3-dür, yuxarılar da 3-dür, belə. Bəs digər tərəflərə də gəlin bir hərf deyək. Məsələn, bura S deyək, amma əvvəlcə nəyi başa düşək? Diaqonalların kəsişmə nöqtəsi o deməkdir ki, uşaqlar, baxın buradan, bu nöqtədən. Siz bura perpendikulyar çəkdikdə və həmçinin bu nöqtədən də bura perpendikulyar çəkdikdə, bu çəkdiyiniz perpendikulyarlar, baxın, bura bir K nöqtəsi olsun, birləşməsi. Orada bir düzbucaqlı, üçbucaq yaradıram. Uşaqlar, MK xətti A1D1-in yarısıdır. Yəni, hansı ki, uzunluğunun yarısıdır. Plus NK xətti də DD1-in yarısıdır. N-inin yarısıdır. Yəni, bunları biləndən sonra sən bura bir B hərfi yazsan, tutaq ki, daha doğrusu bura bir S yazaq, bura B yazaq. Bura bir S olsun, burada bir B. Onda sən başa düşəcəksən ki, artıq bu düzbucaqlının uzunluğu 2B-dir. Və yaxud bunun hündürlüyü olsun 2S-dir. Yaxşı, indi deməli biz bilirik ki, artıq B kvadratından S kvadratının cəmi bərabərdir MN-in kvadratına. Bizə də nə lazımdır? MN kvadratı lazımdır. Daha sonra nə deyə bilərik? Bu düzbucaqlının öz diaqonalını isə verib sizə hansı ki, deməli 5. Belə bir qaydanı bilirikmi? Düzbucaqlının paralelipipedin öz diaqonalı bərabərdir N uzun hündürlüyün kvadratlarına, yəni 4S kvadratı, 4B kvadratı üstə gəl 9-a. Və bu bərabər 25-ə, çünki diaqonal 5-dir. 4S kvadratından 4B kvadratının cavabı neçə çıxır? 16. S kvadratından B kvadratının cəmi neçə çıxır? 4. B kvadratı S kvadratı 4-dürsə əgər, 4 bərabərdir MN-in kvadratına və buradan da MN-imiz çıxacaq 2. Ümid edirəm ki, sual aydındır. İzlədiyiniz üçün sağ olun və bundan əlavə həm blok şagirdləri üçün xatırlatma eləmək istəyirəm ki, blok dərslərimiz davam edir, həm əyani, həm də onlayn formatda. Onlayn formatdan bəzi uşaqlar çəkinir ki, nəticə əldə etmərəm, amma həm Instagram səhifəmizdən, həm də YouTube kanalımızdan onlayn dərslərə qoşulduqda kifayət qədər yüksək nəticəli uşaqların nəticələrini izləyə bilərsiniz. Və növbəti tədris ili üçün hansı ki 9, 10, 11-ci sinif şagirdləri üçün artıq dərslərimizə qeydiyyat başlayıb. Dərslərə qoşulmaq üçün ekranda göstərilən